Müsəlmanlar iddia edirlər ki, İslam qadına dəyər verir və müsəlmanlar o dövrdə cariyələrlə və yaxud da əsirlərlə xoş rəftar ediblər. Onların razılığı olmadan onlarla yatağa girməyiblər, onlara toxunmayıblar. Amma bunların dediklərinin tam əksi olan 3 hədis oxuyacağam mən sizlərə və burada qadınlarla cinsi əlaqədə olmaqdan və hətta qadınları satmaqdan pul qarşılığında söhbət gedən hədislərdir. Bu hədislərin birincisi keçir Səhih Müslüm 1438A nömrəli hədisdir. Bəni müstəlik yürüşündə qadın əsirlər götürmüşlər. Arvadlarından uzun müddət ayrı qaldıqları üçün həmin qadınlarla cinsi münasibət qurmaq istəyirdilər. Eyni zamanda onlar üçün fidyə pul almaq istəyirdilər. Buna görə hamiləliyin qarşısını almaq üçün əzl etməyi düşündülər və Peyğəmbərdən soruşdular. Peyğəmbər Allahın qiyamətədək yaratmadığı, təqdir etdiyi canın mütləq yaranacağını bildirdi. Burada hədisdə nədir? Hədisdə 2 məqam var. Burada birincisində deyir ki, bunlar ailələrindən ayrı qalırlar və əsir götürdükləri. Məsələn, bir də müsəlmanların iddiaları var. İslam həmişə müdafiə xarakterli müsəlmanlar yürüş etməyiblər. Hər zaman müdafiədə olublar, savunublar. Düşmanlar bunlara hücum etdiyi zaman vuruşublar. Amma burada nədir? Bəni müstəlik yürüşündə bu adamlar bu qəbiləyə hücum edirlər, kişiləri öldürürlər, arvadları da götürürlər. Burada deyir ki, arvadları fidyə, pul almaq qarşılığında kiməsə də vermək üçün Peyğəmbərdən gəlirlər, əzl barəsində soruşurlar. Nə hikmətsə, başqa tərcümələrdə hər zaman hədisləri və yaxud da ayələri tərcümə eləyənlər bir söz ərəbcə olanda bir-iki cümlədən ibarət mötərəzə açıb onun açıqlamasını verirlər. Amma burada yəqin ki, öz səhabələrinin etdiklərindən utandıqları üçün əzl sözünün açıqlamasını verməyiblər. Əzl sözdə, yəni qadınla cinsi əlaqədə olursan, üzr istəyirəm, boşalmaq anına gələndə qadından cinsi orqanını çıxarırsan. Yəni qadına yox, başqa bir yerə boşalırsan. Əzl sözü budur. Bunu nədənsə burada cımbızlayıblar tərcüməçilər, bunun açıqlamasını vermirlər. Əzl deyə ərəb sözündə eləncik soxuşdurublar gedir. Gəlirlər Peyğəmbərin yanına, deyirlər ki, bəs bu qadınlarla biz cinsi əlaqədə olmaq istəyirik və əzl barəsində. Peyğəmbər də deyir ki, Allahın qiyamətədək yaratmağı təqdir etdiyi canın mütləq yaranacağını bildirdi. Yəni eləyə bilərsiniz, əgər Allah qiyamətədək bir şey yaratmaq istəyərsə, sən istəsən də, istəməsən də Allah bunu yaradacaq. Peyğəmbər burada qadağa qoymur ki, sən bu qadına toxuna bilməzsən, bu qadınla razılıq olmadan heç bir cinsi əlaqədə ola bilməzsən. Hətta bu qadınların fidyə, pul qarşılığında başqasına verilməsindən də söhbət gedir. Burada Peyğəmbərin səhabələridir. Bilirsiniz bu nə deməkdir? Elə bir ki, sənin əlində bir qadın var, sən onu pul qarşılığında kiməsə verirsən. Bunu Azərbaycanda nə deyirlər? Yəni qadın alış-verişi ilə məşğul olanlara, pul qarşılığında qadın düzüb qoşanlara Azərbaycanda nə deyirlər? Yəni bu anlamdadır. İndi bu Səhih Müslüm 1438A hədisi idi. İndi keçək ikinci hədisə. Bu keçir Səhih Əl-Buxaridə 2229 nömrəli hədisdir. Ravisi də Əbu Səid Əl-Xudridir. Bu hədis həmişə gəlib Əbu Səid Əl-Xudridən. Ey Allahın Rəsulu, biz qadın əsirlər əldə edirik və onların qiymətini istəyirik. Yəni qadın əsirləri əldə edirik və onların qiymətini istəyirik. Yəni qiymət qoyub başqasına verməkdən ötürü. Əzl haqqında nə düşünürsən? Əzl, yəni qadınla biz cinsi əlaqədə olacağıq, onun yəni içinə boşalmaq olar, olmaz. Əzl budur. Bunun bir zəhmət, xahiş edirəm hədis tərcüməçiləri həmişəki kimi mötərəzə açın, əzl sözünün tərcüməsini də verin ki, ora qadını cinsi əlaqədə olunduğu zaman spermanın gəlmə anında qadının cinsi orqanından çıxardıb yerə boşalmağın anlamı əzildir. Nədir? Hədislərinizdən, dininizdən utanırsınız. Niyə açıqlama vermişsiniz bu barədə? Əzl sözünü açıqlayın da millət bilsin. Haqqında nə düşünürsən? Peyğəmbər bildirir ki, Allahın dünyaya gəlməsini yazdığı heç bir canın meydana gəlməsinin qarşısını almayacaq. Eynisini yenə burada deyir. Yəni deyir ki, Allah bəyər bir şey yaratmaq istəyərsə, sən istəsən onu yerə boşal, göyə boşal, Allah yenə bunu yaradacaq. Bu ikinci hədis idi. Səhih Əl-Buxari 2229 nömrəli hədis. Gələk üçüncüsünə, bu da Səhih Əl-Buxaridə keçir. 2542 nömrəli hədis. Eyni hadisənin başqa rəvayətidir bu da. Əbu Səid Əl-Xudri deyir ki, bəni müstəlik yürüşlərində ərəb qadınlarından əsirlər götürdülər. Qadınlara meyl etdilər və əzl etmək istədilər. Bunun hökmünü Peyğəmbərdən soruşdular. Peyğəmbərin cavab verir Peyğəmbərdə. Qiyamət gününə qədər mövcud olması təqdir edilmiş heç bir can yoxdur ki, mövcud olmasın. Eyni şey burada da deyir. Hörmətli müsəlmanlar, nə oldu? Bəs
cariyələrlə, qadınlarla, əsirlərlə yaxşı davranmaq idi. Və burada alqı-satqısından söhbət gedir, qadınla cinsi əlaqə olunmasından söhbət gedir, əzildən söhbət gedir. Sizin tərcüməçilər bu əzil sözünün niyə açıqlamasını vermirlər, yoxsa dinlərindən mi utanırlar? Əzil sözünün açıqlamasını niyə yazmırlar ki orada? Yazsınlar. Və əsir götürülmüş qadınları pul, fidyə qarşılığında bu nə deməkdir? Yəni, əsir götürmüş qadın var əlində. Əlində əsiri qoy qırağa, əlində qadın var, deyir, pul, fidyə qarşılığında münasibət, bunun anlamı nədir? Buna nə məna verək biz? Bu 3 hədis Buxari və Müslümdə keçən hədislərdir. Mən indi videonun aşağısında da qeyd eləyəcəm, ekranda da mənbəsini qoyacağım. Burada orta qıçı ilə, əxlaqsızcasına, söyüşü ilə dinini, Allahını müdafiə eləmək istəyənlər, bir zəhmət bu verdiyim mənbələri gedin araşdırın. Əgər bu mənbələrdə bu hədislər olmasa, gələrsiniz, söyərsiniz. Yox, əgər araşdırmadan, bilmədən gəlib bu söyüşü söyürsünüzsə, o zaman Quranda ayə var da, Ənam surəsi 108-ci ayə. Onun hökmü ilə söyüşünüz gedir hara? Bir zəhmət o ayəndə oxuyarsınız. Abunə olub, bəyənib paylaşmağı unutmayın. Bu kimi məlumatlarımız çox olacaq.